Yazırlar, günlərin bir günüsü Məmun əleyhillənə vəl-əzab, Allah bütün zalimlara lənət eləsin. Bildiyiniz kimi Məmunun sarayında şirlər var idi, şirlər saxlırdı. Deyir, bir neçə gün bu şirləri ac saxladı. Tabi belə bir səhnə qurmuşdu ki, bu şirlər ki ac, İmam Rızanı çağırar və şirlərin içərisinə salar, şirlər bunu parçalayar. Çünki belə açıq-aşkarda Həzrətə toxuna bilmirdi, Həzrəti kiçildə bilmirdi, Həzrətin əzəməti, şəhaməti vardı. Bir sarayda vəzir, vəkil, əyanlar neçə gün ki şirləri ad saxlayıb, İmam Rıza əleyhissalamı istədi imtihan eləyə. Dedi, sən ki deyirsən, mən Peyğəmbərin varisiyəm, bunu əməli şəkildə sübut eləmək istəyirsənsə, biz eşitmişik ki, Peyğəmbərdən var ki, bizim həqiqi varislərimizə çölün yırtıcıları dəyməz, toxunmaz. İstirsənsə sübut eləyəsən, bu şirlərin içərisinə girməlisən. Fürsət bilir ki, neçə gündür şirləri ad saxlayıb, Həzrət ora gircək həmin, şirlər bunu parçalayır. Deyir, Həzrət bu sözü eşitcək həmin, şirlərin içərisinə girir, hər kəs və başlıca Məmun şirlərin Həzrətə hücum etməsinin intizarında olduğu bir vaxt, görür şirlər hamısı gəlir Həzrətin qədəminə, bir para nəvazişlər, amma onların içərisindən bir şir Həzrətə yaxınlaşır, nəsə söylür. Həzrət də ona bir para söz söylür. Bu çıxanda Həzrətdən soruşur Məmun ki, nə danışırdın, o şirə nə söylədin? Dedi, bu şir mənə o biri şirlərdən şikayət elədi. Onlar tanır dövrün imamını, zamanın imamını. Dedi, mənə şikayət elədi ki, o biri şirlər hamısı cavandı, mən bunların içərisində qocuyam. Elə ki, ət atırlar, bu cavanlar hamısı o ətdən yeyirlər, mən qoca olduğuma öz ehtiyacımı təmin eləyə bilmirəm, ac qallam, o qüvvəm də yox ki, onları kənarlaşdıram, yiyəm. Məmun əleyhillənə vəl-əzab, dedi, fürsətdir. İstədi imamın yalanını çıxara, əmr verdi ki, şirlərə ət atsınlar. Görək, Həzrət də Məmuna dedi, mən də sifariş verdim, tapşırdım şirlərə ki, sizə yem atılanda, veriləndə, bu yeməyincə, kənarlaşmayınca siz ona yaxın durmayasınız. Bu Məmun əleyhillənə vəl-əzab istədi Həzrəti bir imtihan eləyə, dedi, fürsətdir, məqamdır, əti atam, Həzrətin dediyi kimi olmasın, Həzrət xəcalətli olsun, şərməndə olsun. Deyir, elə ki, əti atdılar, əti atanda bütün o cavan şirlər gəlmək həmişəki kimi, gözlədikləri kimi, deyir, o cavan şirlər heç biri yaxın durmadı. Adəti üzrə cavan şirlər ora hücum eləyərdi, gələrdilər. Deyir, o cavan şirlər kənarda dayandı, o qoca şir yaxınlaşdı. Yedikdən sonra cavan şirlər ətə yaxın durdu. İstədi bununla Məmun Həzrəti xəcil eləyə, şərməndə eləyə, xəcalətli eləyə, amma Həzrətin dediyi eyni vaqiiyyət göründükdə özü xəcalətli oldu. Hədis-i Qüdsüdə Allah Müteal buyurur ki, mənim bəndəm, sən mənim dediklərimi et, mən ki sənə nə demişəm etsin, mən nəyə deyirəm kun fəyəkun, nəyə ol deyirəm olursa, sən də ona ol desin olar. Mərhum Əllamə Qazi Təbatəbai'nin halatında yazırlar ki, ilana gözlərinin, tələbələri, şagirdlərinin yanında öl deməsi ilə ölmüş. Əqrəbə öl deməsi ilə yerində qalmış bir şəxsiyyət olub ki, tələbəli illərində 28 il ağzında daş gəzdirib. Bircə söz ağzından çıxmasın deyə, hədər söz hikmətdən qıraq getməsin deyə belə şəxsiyyətlər olub.
Allah buyurur ki, sən mən dediklərimi elə, mən nəyə ol deyirəmsə olur, sən də elə ona ol desən olar.